Mağazamızda qiyməti münasib, çox gözəl belə fərqli model şiş qabları var idi. Keçən dəfəki videolarda demişdim. Özüm də yəni izləyirəm başqa xarici saytları, səhifələri. Bəzi səhifələrdə hətta qiymətdən maraqlanmışdım, görmüşdüm qiymət həddindən artıq, yəni yuxarı olur şiş qabların. Bizim mağazamızda olan bu şiş qablarının qiyməti yəni çox münasibdir. Belə bir şiş qabı var, ayaqları yarpaqlı model, qızılı formada. Hər şiş qabına da hardasa 16-ya yaxın şiş yerləşir, fərqi yoxdur. Belə şişlər olsun və ya belə şişlər olsun, yəni satışda olan və ya bizim mağazamızda da yəni şişlər var. Şiş qabı aldığınız zaman da belə fərqli çeşid şiş modellərindən yəni ala bilərsiniz. Yarpaqlı modelin qiyməti 60 manata idi. Bunun da üzəri toz boya idi ki, yəni bu tozlandığı zaman bunu silmək, təmizləmək çox asandır idi. Ölçü baxımından da çox böyük bir yer tutmur, qabaret olaraq çox böyük yer tutmur. Şiş qablarında əsas problem çox vaxt baxıram ki, çox böyük qabaret tutur. Yəni müştəri onu aldığı zaman fikirləşir ki, mən bunu manqalın böyründə hara qoyacam, bu mənim əlavə yerimi tutacaq. Həm çəkisi ağırdır bəzi şiş qablarının. Artıq şiş qabını yerini dəyişmək üçün görə 2 nəfər adam lazımdır ki, hərəsi bir tərəfindən tutsun, onun yerini dəyişsin. Amma bunun içərisində bu qədər şiş olmağına baxmayaraq, mən bunu tək əllə çox rahatlıqla video çəkə-çəkə belə yerini dəyişə bilirəm. Bu formada ikinci modelimiz belə yarpaqlı modeli idi. Bunların hər biri yenə deyirəm toz boya ilə boyanıb təmizləmək çox rahatdır, silmək, yəni sildiyiniz zaman hər hansı bir ləkə saxlamır. Bu modelin isə qiyməti 70 manat idi. Belə fərqli naxışlı, qızılı rəngdə qeyri-adi bir model idi. Yenə bunun da götürüb qoymaq çox asandır və tək əlimlə rahat formada, yəni bunun yerini dəyişə bilirəm. Növbəti modelimiz isə ayaqları S formalı bir model idi. Bu da yenə öz növbəsində toz boya ilə boyanmışdı. Yəni bu şiş qablarında hansı özəllik varsa, bunda da eyni özəlliklər var idi. Bu şiş qabı modelinin isə qiyməti 55 manat idi. Kimə bu şiş qablardan lazımdırsa sifariş versin, kargo vasitəsilə Bakının müxtəlif yerlərinə. Yəni bunların çəkisi 5 kiloqramı keçmir. Yenə çəkərik ehtiyac olarsa, yəni 5 kiloqrama qədər yəni çəkisi gələcəksə, Bakı ərazisinə cəmi 3 manata, əksər rayonlara isə 4 manata yəni çatdırılma edə bilirik. Əgər 5 kiloqramdan da artıq olarsa, orada çox cüzi bir fərqlə əlavə ödəniş olacaq. Yəni bu məhsulu mən kargo ilə göndərmişəm, cəmi 3 rayona göndərmişəm 4 manata, yəni çəkisi 5 kiloqramı keçməyib. Bunlarda bəzi əlavələr var, ola bilər ki, çəkisi biraz çox olsun. Bunun da yenə çəkisi 5 kiloqramı keçməyəcək. Yəni sizə də bu cür sifarişləriniz varsa bizimlə əlaqə saxlayın. Manqal üçün belə bıçaqlar olsun, fərqli pres, hamburger pres olsun, saxsı qazanlar olsun. Saxsı qazanlar sınandır deyə kargo ilə göndərə bilmirik. Amma bu cür xırda həcmli sınmayan yükləri göndərə